Prezident İlham Əliyev dünən Ağsu rayonuna gedib. Ölkə başçısı sakinlərlə görüşüb, onlarla söhbət edib. Prezident Ağsu sakinlərinin ərizələrini qəbul edib. Qafqaz İnfolun məlumatına görə daha sonra ölkə başçısı çıxış edib. Mən bugün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişləri verim. Mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın. Mənim işim sizə xidmət edir. Biz məktublara vermişik cənab. Mən gəlmişəm. Bəli, çox sağ olun. Allah razı olsun. Ağsu'da baş vermiş zəlzələlərlə əlaqədar müvafiq göstərişlər verilib. Bugün artıq dağılmış evlərin yenidən tikintisi prosesinə start verildi. Qısa müddət ərzində bütün dağılmış evlər yenidən tikiləcək. O evlər ki qəzalıdır, onlar əsaslı şəkildə təmir olunacaq. Mən bugün gəlmişəm ki, işlərə özüm nəzarət edeyim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın. Allah can sağlığı. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Və prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edir. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq. Zəlzələdə uçan bütün evlər yenidən tikiləcək. Olarım sənə. İşdən gəlməmi. Eşitdim, abla gəldi bura. Buranı al, o bir Allah haqqı. Mən gəldim ki, hələ bu problemləri həll edin. Narahat olma. Gedər görülən işlərlə yerindəcə tanış olmaq üçün martın 6-sında Prezident İlham Əliyev Ağsu rayonuna gəldi. Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasay küçəsinin sakini Gülarə Hökümravanın ailəsi üçün tikilməkdə olan yeni yaşayış evinə baxdı. Çok olacak. Evler yere bərk olunsun. Yaxşı, sizə uğurlar. Sağ olun. Allah razı olsun. Dövlət başçısı ev sahibinin oğlu Tahir Hökümravanla söhbət etdi. Hoş geldiniz. Sizin gəlişiniz gözləyir. Əminlik gələcəksiniz. Əlbəttə. Həmişə bizim yanınızdasınız. Minnətdarım. Bizə Azərbaycan xalqına göstərdiyi qayğıya görə minnətdarım. Öz adımdan, xəstənan var, onun adından təşəkkürümüzü bildiririk. Minnətdarım. Bizə ailənizə can sağlığı, uzun minət.
Allah siz olsun. Allah sizin başımızdan əski eləməsin. Var olun. Sağ olun. Köməyiniz olsun. Anamıza da salam söyleyin. Sağ olun. Minnətdarım. Sağ olsun. Sağ olun. Bir aydan sonra ev hazır olacak. İnşallah. İnşallah beraber yaşayacağız. Allah var rahmet eləsin. eylesin. Sağ olun. Sağ olun. Allah var eləsin. Sağ olun. Minnətdarım. Sağ olun. Şimdi evin tikintisiyle bağlı bir iradınız var. Evet, her şey qaydasındadır. Çox sağ olun. Allah sizin Güzel olsun. yeni etkileyecek. Çox sağ olun. Ve möhkem, gayet büyük zelzele buna tesir edebilmiyor. Siz evdeydiniz zelzele zamanı. Ben evdə oldum. Şimdi harda yerleşirsiniz? Orada. Biz bak, şimdi bir aydan sonra söz verirler ki boşa çattıracaklar. İnşallah. İnşallah. Belki bir kez. Sağ olun. Çox sağ olun. Minnətdarım. Sağ olun. Tabii kısa məlumat verin. Bəli, bəli. Deməli, Şamaxı rayonu üzrə bunlar nümunələrdir. Sadəcə qəzalı vəziyyətdə olan evlərdir. Sökülməkdə olan evlərdir. Artıq sökülmüş işlər başlayır. Ciddi aparılan evlərdir. Ağsu rayonu üzrə. Həmçinin baxılır. Bu vəziyyətdə belə evlər bunlar artıq. Bunlar sökülecekler. Bunlar da, bunlar da sökülür. Artıq belə binaların çoxun başlanır. Brigadadan sonra artıq. Bunlar da tikintisi aparılır. İsmailli rayonu üzrə eyni ilə deməli, həm qəzalı vəziyyətdə olan evlər, sökülməkdə olan evlər, tikintisi aparılan evlər artıq başlayıblar bəzilərində. Bəzilərində 10 dəfələri belə qalır. Ümumiyyətlə 3 rayon üzrə deməli, Şamaxı rayonu üzrə müraciətlər 4830 olubdur. Baxıb keçilən evlər 44890-dır. Onlardan qəzalısı 204. Ağsu rayonu üzrə 1556, baxılan evlər 1461, 150 qəzalı. İsmailli rayonu üzrə 910 və hamısına baxılıbdır. Qəzalı 97. Bərpa işləri 1668. Ümumiyyətlə, deməli, qəzalı evlərin sayı 491. Yani halklar bir yerden bitirir. Bəli. Bunlar artıq söküləcəklər. Bərpa 1661. Eski olan müraciətlər. Qalan müraciətlər, indiyə qədər müraciət olunur. Deməli, 7396, onun 7264-nə baxılır. 16 komissiya işləyir. Hələ iş devam edilir. Komissiyaların işləri davam edir. Çünki şikayətçilər bəzən olur ki, bizimki bərpa deyil, qəzalıdır. Bunları Benim şey objektif baktım bu işlere. burada da deməli, fərdi evlərin sayı Şamaxıda, İsmaildə 20 fərdi yaşayış evi, Ağsuda 18. Sökülmüş və söküntüyə başlamış fərdi yaşayış evləri haqqında məlumat Şamaxıda 32 fərdi yaşayış evləri sökülübdür. İsmaildə 17 fərdi yaşayış evi, Ağsuda 16 fərdi yaşayış evi. İkincisi başlamış Şamaxıda artıq 22, İsmaildə 10, Ağsuda 6 fərdi yaşayış evi artıq ikincisi başlamış. Bu da kəndlər görədir. Bütün kəndlər üzrə 4 otaqlı evin layihəsidir. Bu 3 otaqlı evin layihəsidir. Bu 2 otaqlı evin layihəsidir. Bunlar da görüntüləridir. Burada ola bilsin ki, burada 3 otaqlının kvadratı bu 4 otaqlıdan çox görünür. Amma burada bu masayı olduğuna görə bu biraz Evvelki evlerden daha büyük. Əvvəlki evlərdən böyükdür və zəlzəliyə Sonra dövlət başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni yaşayış evində görülən işlərlə tanış oldu. Seni kurban olayım. Hoş ederim. Seni kurban olayım. Hoş geldin sen. Sağ olun. Allah da seni çok sağlık versin. Allah seni saklasın. Aileni saklasın. Seni kurban olayım. Sen yolu gözlüyorsun. Allah seni şükür Allah'a kısmet oldu bir günler. Seni kurban olayım. Çok şükür Allah'a. Allah seni şükür ya. Çok şükür. Televizyonda göründü. Duaya bakıyorum. Teşekkür ederim. Razıyım. Yerden görmemesi kadar razıyım. Başka Allah tavsiye. Tamam da Bizim ülkemizin Azerbaycan'ın Allah tanısız ki bize böyle hürmet ediyorsun. Allah herkesin bayrağımızı söylesin. ne var hazır olacak? Bir ay. maksimum. Biz kanatlık yaptık. Köyde yerleşiyoruz. Bir aydan sonra
Ben andolsun Allah'a, Aksaray'ını bilir. Özüm Sivit kızıyam. Kur'an okuyanım babasıyam. Andolsun o bir Allah'a, sen rəhmətli atom dünyadan gedən həmişə mən ona salavat çığırırım. Deyirəm ay Allah, o gəlməsəydi. Azərbaycanda bir dənə oğul qalmazdı, cavan qalmazdı, gəldi müharibəni dayandırdı. Allah təala qəni rəhmət eləsin. Allah səni saxlasın. Allah oğlunu saxlasın. Sənin dərdir bana, bilirəm. Heç yoxsun. Aksu rayonunda, Şamaxı, İsmail rayonunda zəlzələ nəticəsində dağılmış bütün evlər indi artıq sökülüb və yenidən tikiləcək. O cümlədən sizin eviniz, qəzalı vəziyyətdə olan evlər indi məlumat verildi. Burada yüzlərlə ev tikiləcək. Təşəkkür eləyirəm. Yüzlərlə. Bir dənə də zəlzələdən ziyan çəkmiş ev təmirsiz qalmayacaq. Bu evlər ki, onların təmiri Allahın köməkliyi ilə sizin sayınızda. Allahın köməkliyi ilə sizin sayınızda. Sənə qurban olsun mənim xatırım. Çox sağ olun. Bir kəndə də sizin sayınızda. 29 yaşı var. Atası rəhmətə gedir. Anası rəhmətə gedir. Onu mən saxlamışam. İndi onun bir ağzımızın gözünə bir tamam tutar. Birində bir şifayət qalmaq xərəkətlərini xəstə olur. İndi ona bir qalmaq göz lazım. Mən ona qalmışam gücüm çatmış. Sənə qurban olarım. Onun həkimlər qorda deyirlər ki, onu tərcih eləmək lazım. Buradadır, yoxsa Buradadır, indi belə qatışıqlıq olduğuna görə göndərdim qızıma biri Bakıda olur. Göndərdim ki, geçsin o baxsın da ona verin ona əlaqə telefonu, ad familyanı verin, o yüklər onu. Zamanov Murad Adilov. Murad Adilov. Öyle bir senin qabağında onu Narahat bulmuyorlar, olmazsa biz onu xaricədə göndərərik. Minlərlə belə müraciətlər olur. Şükür Allah sizi qorusun. Allah seni Çox sağ olun. Prezident İlham Əliyev Aksu rayonunda ümumi lider Heydər Əliyevin abdəstini ziyarət etdi. Bir müddət əvvəl sosial şəbəkələrdə təcili tibbi yardım xidmətinə məxsus 2 maşının bir xanımın başına fırlandığını əks etdirən video görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan video birmənalı qarşılanmayıb. Səhiyyə Nazirliyindən Oxu-Azə verilən məlumata görə sözü gedən görüntülərlə bağlı Nazirlik tərəfindən araşdırma aparılıb. Aparılan araşdırma nəticəsində həmin videoda yer alan 2 nəfər sürücü və 1 nəfər tibb bacısı vəzifələrindən azad ediliblər. Görüntülərin Bakının Suraxanı rayonu ərazisində 22 sayılı təcili yardım stansiyasının həyətində çəkildiyi bildirilir. Azərbaycan ordusunun 2 hərbi qulluqçusu Gizir Abdullayev Hafiz Məhədoğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əskər Məmmədov Fərrux Fərmanoğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Qafqazinfo Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış xilas etmə əməliyyatı həyata keçirilir. Milli Məclisin deputatlarının ezamiyyət xərcləri və maaşlarının artırılması ilə bağlı xəbər yayılıb. Ulkan.org saytının yazdığı məlumatda bildirilir ki, deputatların ezamiyyət xərcləri aldıqları əmək haqqlarının 100%-nə qədər yüksəlib. Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib. Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub. Misal üçün, deputatlar rayonlara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözü gedən məsələlərə görə vəsait ayrılır. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təfəkküloğlu və komitə sədri Ziya Səmədzadə Oxu.az açıqlamasında məsələni təqzib edib. Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin sədri Hacı Rəcəbli isə belə bir məsələnin olmadığını, ancaq gələcəkdə olmasının istisna olunmadığını da vurğulayıb.
Niya.az sayti isə konkret olaraq spikerin, komitə sədrlərinin, deputatların maaşının artırıldığını yayıb. Qeyd olunur ki, bu barədə sayta deputat köməkçilərindən biri məlumat verib. Bildirilir ki, parlament sədri 7424 manat, sədrin birinci müavini 6680 manat, sədrin müavini 6380 manat, komitə sədri 5940 manat, komitə sədrinin müavini 5568 manat, sıravi deputat isə 5196 manat maaş alır. Məsələ ilə bağlı deputat Fazil Mustafa Qafqaz İnfoya bildirib ki, sıravi deputatın maaşının 5196 manat olması ilə bağlı xəbər düzgün deyil. Sadəcə müavinətlər artırıla bilər. Ancaq bu da 5000 manat səviyyəsində deyil. Parlamentin komitə sədrlərindən biri Qafqaz İnfoya bildirib ki, deputatların maaşlarının artırılmasından söhbət getmir. Onun sözlərinə görə, söhbət deputatların xarici və daxili səfərləri zamanı onlara ödəniləcək xərclərin artımından gedir. Komitə sədri bunun üçün 2019-cu il büdcəsindən vəsaitin ayrıldığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar alıram. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin strukturunda Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddində və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısında dəyişiklik təsdiq edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.